Bizdə belə bir problem var ki, kiminsə hepatit B-si, C-si və ya AIDS varsa, bunu bildirmir. Ona görə tibbdə qəbul olunmuş bir prosedur var ki, standart hamıya infeksion xəstə kimi yanaşır. İstisnasız hamısı sterilizasiya prosesindən keçir. Bir dəfəlik istifadə olunan alətlər atılır. Nədir? Yuyuldu, gedir ultrasəs məhlulu var. Orada səs dalğası ilə onun üzərindəki xırda, tutaq ki, dişin yonqarıdır, qandır, sement qalığıdır falan hamısı tökülür. Məhlullarda qalır. Məhlullar çox aqressiv məhlullardır. Onun özünün instruksiyasında yazılan məlumat deyirəm. Məsələn, 4% məhlulu 15 dəqiqə ərzində bütün infeksiyaları öldürür. Biz orada 10-15 dəqiqə saxlamırıq. Biz orada saatla saxlayırıq. Məhlulu 4% eləmirik, yuxarı eləyirik. Bu təbii ki, bizim alətlərə ziyan vurur. Alət qaralır, tutaq ki, korlanır. Vaxtından tez sıradan çıxır. Amma oturub müqayisə eləyəndə ki, bir aləti itirməkmi, bir pasiyenti riskə atmaqmı, alət itirsin də. Alətlər paketlənir, paketli şəkildə avtoklava gedir. Buxardır, təzyiqdir və temperaturdur. Yer kürəsində elə bir canlı növ yoxdur ki, bu üçünün eyni zamanda təsirinə tab gətirə bilsin. Yumşaldır, təzyiq partladır, temperatur yandırır da, belə sadə dillə desək.